Oğlan dostuma zəng elə, gecəni sizə qala bilərəm. Deyim məndən 100 manat qazan. Ən yaxın oğlan dostum var. Təbii ki var. Oğlan dostuma zəng eləyirsən, bəs bu gün evdən atılmışam, gecəni evdə qala bilməyəcəm. Əgər evinə qəbul etsə 100 manat qazanacaqsan. Bunu dönüşdən qabaq səhifəni izləyirsən. Xeyr, izləmirəm, amma qarşıma çıxıb veriyorlar. Bax, əgər qarşına çıxdığın anda izləsəydin, yerindəcə 100 manat qazanacaqdın. Hətta oğlan dostun səni evə qəbul etməsə belə. Alo, İlkin salam, necəsən? sağ ol gülüm. Necəsən? Yaxşıyam. İlkin sənə bir işim düşüb. Ne gəlsin? Axşam sizdə gəlib qala bilərəm. Gəlib qala bilirsən, niyə başıma dönüm? Bunlar niyə sənin səfər düşüyor? Bunun çimməyi var, yeməyi, içməyi, gecə səhərə kimi işığı, suyu, qazı. Belə çıxmasın, mənim xeyrim nədir burada? Nə xeyir, başa düşmədim. Dostlar arasında nə xeyir? İndi açıq deyə bilmirəm də özüm başa düşdüm məni, başıma İlkin başa düşmədim səni. Bu qədər vaxtı neçə ildir biz dostluq edirik. Bu nə söhbətdir yəni eləyirsən? Sən bu söhbət eləməyin düzgündür. Eşidirsən? Yəni sən deməli bu qədər vaxtı sən dost olmamışsın. Yığarsan, hadi boy ver. Heç sən bundan sonra inanmıram ki, mən yığam. Bilirsən nə var blok gördün? Sən üzvad boy verdi. Bəs səncə açıq deyə bilmirəm demək istədiyi şey nə idi? Məncə maddi. Kommentdə yazarmış olaraq sizə qarşının fikri nə idi? Təəssüf ki 100 manat qazanmadın çünki oğlan dostun səni qəbul eləmədi. Əgər səhifəni izləsəydin əlavə 100 manatla gedəcəydin. Olsa 100 manat qazanmasan belə. Nə etmək lazımdır? İzləmək lazımdır. Bundan sonra oğlan dostları yaxşı. Çox sağ ol.